müəyyən məlumatlarla tanış olduq. İndi isə keçirik insert. Ruscan выставка. Azərbaycancan əlavə et deməkdir. Yəni выставка, əlavə et. Выставка convert page. Convert page. Yəni belə desək ki, naxışlı bəzəkli səhifə mənasında. Cover. Bax, cover olunmuş page. Yəni page səhifə demək. Görürük, səhifəmizdə bu formada məlumatlar səhifə gəlir. Yəni ki, belə bir bəzəkli deyilmi, şəkilli deyilmi, yəni cover olmuş formada səhifə gəlməz. Yəni onu bu formada da eləyə bilərik. Cover olmuş səhifə bu formada yazın, o xoşumuza gəlməz, belə də eləyə bilərik. Görürük, və yaxud burada cover page'dən sadə bir temada gətirib bu formada. Arkada da yazı var. Üstündə yazı olur. Burada da bunun içərisində də yazını dəyişebilirik. Yəni nə istəsək yaza bilərik. Buna görə cover olunmuş səhifə. Əgər istəsək bununla Ctrl+A verib, delete verib silə bilərik hamısını. Blank page. Boş səhifə. Görürük. Blank page. Boş səhifə. Hal-hazırda page səhifə 1. O 1. Bir səhifəli sənətim var. Birinci səhifədə. Mənası o deməkdir. Blank page. 2 səhifəli sənətim var. İkinci səhifədəyim. İndi birinci səhifədəyim. Bax, 2 səhifəli sənətim var. Birinci səhifədəyim. Blank page. 1, 3, 4 dəfə vuranda baxacaq. 5 dənə səhifə əlavə elədik. 5 səhifəli sənətimiz var. 4-cü səhifədəyik. Oldu mu indi 3-cü səhifədə? Görürük 3'dür. Yukarı kalktıkça mesela 2, 4, 1. Birinci səhifədə olduq. Gördük. Fikir verək. 1 of 5. Yəni ki 5 səhifəlik. Bax buradan da səhifə 5. Gördük. Səhifə 5. 5 səhifəmiz var. Amma birinci səhifə deyil. Əgər yazı yazılsa bax 6 söz var. 1. Mesela baba ayrım görüyoruz. 1, 2, 3, 4, 5, bu da 6. Eğer əlavə aralaştırıp bir tane söz yazanda görürsən words 7 söz oldu. Bu da nədir? Sözün sayı. English sistemimiz İngiliscədir. Eğer istəsən buradan Azərlatın da verə bilərsən. Bu belə. Okey. Okey. Bu böyle. Plan page break de var. Bu da səhifələr verir bak. Hal-hazırda oldu. 2 səhifəmiz, alt səhifəmiz var, ikinci səhifə deyil. Page break. Bak fikir ver. 6, 9, 10. 10 səhifəmiz var. 6-cı səhifə deyil. Bu da page break'də nədir? Səhifə əlavə edir. Ctrl+A verib, delete verib silə bilərik. Sonra page bölməsindən qurtardıq. Sonra table bölməsinə başlayaq. Amma qoy table'ı bir balaca da bütöv dərs eləyək.